Hər vaxtınız xeyirli olsun, dəyərli lig və sertifikasiya imtahanına hazırlaşan müəllimlər. Hər birinizi yenidən xoş gördüm. Bugün biz 4-cü sinif mövzusu olan, amma bir o qədər də qarışdırılan mövzulardan biri Mirzə Qədim İrəvani, daha dəyərindən necə qavramaq olar, imtahanda nə tip suallar düşəcək, bunları müzakirə edərək bu dərsimizi öyrənəcəyik. Elə isə başladıq. Mirzə Qədim İrəvani adından da göründüyü kimi İrəvan şəhərində anadan olub və burada ən əsas bizə lazım olan məqam 3-cü cümlədən başlayır. Gəlin baxaq. Yaradıcılığının ilk dövründə dekorativ sənətlə məşğul olmuş nəqqaş və portretçi rəssam kimi fəaliyyət göstərir. Nə oldu dəyərli müəllimlər? Nəqqaş və portretçi rəssam yaradıcılığın ilk dövrlərində. Daha sonra gəlir. Azərbaycanda dəzgah rəngkarlığının əsasını qoyan ilk sənətkarlardan da soruşa bilərlər ki, dəzgah rəngkarlığının əsasını hansı rəssam qoyub? Təbii ki, Mirzə Qədim İrəvani dəzgah rəngkarlığının əsasını qoyan rəssamlardan biridir. Daha sonra İrəvaninin əsərləri burada bizim qabağımıza çıxır. Onlardan biri süvari, rəqqasə, dərviş portretləri doğma incəsənətimizin fəxridir. İndi isə gəlin Mirzə Qədim İrəvani haqqında öyrəndiklərimizi qeyd etməyə başlayaq. İlk olaraq biz nəyə öyrəndik? Mirzə Qədim İrəvani haqqında. Birinci öyrəndiyimi portretçi rəssam və nəqqaş olmuşdur. Birinci qeyd edirik. Portretçi rəssam və nəqqaş olmuşdur. İkinci nə dedik dəyərli müəllimlər? İkinci nəyə var? Nəyə qeyd etdik? Nə olmuşdur? Dəzgah rəngkarlığının əsasını qoyan ilk sənətkarlardandır. Nə oldu? Dəzgah rəngkarlığının əsasını qoyan ilk rəssamlardandır. Üçüncü, hansı əsərlərini qeyd etdik? Mirzə Qədim İrəvaninin. 1. Süvari, dərviş və rəqqasə. Bildiyimiz kimi müəllimlər, biz təkcə kitabı oxuyub əzbərləmirik. Həmçinin biz rəssamların əsərlərini, yaratdığı əsərləri, hətta onların görüntüsünü belə əzbərləyirik. Rəqqasə, dərviş və bir də hansıydı? Rəqqasə, dərviş, süvari. Üçüncü də süvari. Keçid etdik digər bir abzasa. O, İrəvan Sərdarının sarayındakı panno və süjetli kompozisiyaları bərpa etmiş. Sarayın güzgülü zal adlanan otağının divarında hökmdar Fətəli Şah Qacarı və Vəliəhd Abbas Mirzənin monumental portretlərini yağlı boya ilə çəkmişdir. Soruşa bilər ki, güzgülü zalda kimin rəsmini çəkib? Ümumiyyətlə, güzgülü zalda və yaxud da Abbas Mirzənin, Fətəli Şah Qacarın rəsmlərini hansı rəssam çəkib? Təbii ki də cavab Mirzə Qədim İrəvani olacaq. Bunu da bura qeyd edirik. Bu niyə düşür aşağıda? Belə saxlayaq. Deməli, nə dedik? Güzgülü zal. Güzgülü zal görsək kim olacaq dəyərli müəllimlər? Mirzə Qədim İrəvani. Bəs Mirzə Qədim İrəvani kimlərin rəsmini çəkib o güzgülü zalda? Daha doğrusu divarlarında. Fətəli Şah Qacar, bir də kim oldu? Vəliəhd Abbas Mirzənin monumental, yəni böyük
portretlərini yağlı boya ilə çəkmişdi. İrəvan şəhərində yerləşən bu memarlıq abidəsi erməni təcavüzünün nəticəsində təəssüf ki, dağıdılıb. Onun yaratdığı, keçir yenidən əsərlərə. Vecihullah Mirzə, bu adları yadda saxlamaq biraz qəribədir. Yadda saxlasaq da digər rəssamlarla qarşıdıra bilərik. Çünki hamısı eyni dövrdə yaşayıb və onların yaratdığı əsərlər demək olar ki, oxşardır. Vecihullah Mirzə, Molla, gənc qadının portreti, gənc oğlan Azərbaycan Dövlət İncəsənət Muzeyində. Azərbaycan Dövlət İncəsənət Muzeyində. Amma bunun rəngini dəyişək. Maxtarət xanım əsəri isə Gürcüstan Dövlət İncəsənət Muzeyində saxlanılıb. Soruşa bilər ki, Mirzə Qədim İrəvaninin Maxtarət xanım, birazdan rəsmini göstərəcəm. Maxtarət xanım əsəri harada saxlanılır? Təbii ki də biz qeyd edəcəyik ki, Gürcüstan Dövlət İncəsənət Muzeyində saxlanılır. Portretlər ifadəliliyi, zəngin koloriti ilə bugün də seyirciləri heyrətə gətirir. Rəssamın Çiçəklər və Quşlar əsəri Rusiyanın Sankt-Peterburgunda da soruşa bilər. Bunu da qeyd edirik. Çiçəklər və Quşlar əsəri. Harada saxlanılıb? Rusiyanın Ermitaj Muzeyi. Keçdik digər abidəsə. Şərq miniatür üslubunu, xalq sənətini və Avropa rəngkarlıq ənənələrini öz yaradıcılığında birləşdirən ustadın əsərlərində dekorativlik və real üslub bir-birini tamamlayır. Gəldik çox önəmli nöqtələrin birinə. Soruşa bilər ki, Mirzə Qədim İrəvaninin əsərlərində biz nələri görürük, nələr bir-birini tamamlayır, nələr onun yaradıcılığında, o yaradıcılığında nələri birləşdirib? Nələri birləşdirib dedik? Dekorativlik. Zaten əsərləri yadda saxlasaq biləcəyik. Çünki əsərlərində o dekorativliyi və real üslubu görə bilirik. Birazdan keçid edəcək əsərlərinə. Dekorativlik və real üslub. Dekorativlik və real üslub Mirzə Qədim İrəvaninin əsərlərində ən önəmli yeri tutur. Mirzə Qədim İrəvani Azərbaycan təsviri sənətinin inkişafını təkan verən və onu yeni istiqamətə yönəltməyə nail olan böyük sənətkardır. Keçid edirik notumuza, öyrəndiklərimizi qeyd edək. Deməli, güzgülü zal adlanan otaqda kimlərin rəsmi olub? Ümumiyyətlə, güzgülü zalda hansı divar rəsimlərində və bu divar rəsimləri necə ifadə olunub? Necə ifadə olunub? Monumental ifadə olunub. Kimin rəsmini çəkmişdir? Fətəli Şah Qacar və Vəliəhd Abbas Mirzə. Bunları bağlayırıq. Dördüncü qeyd edirik. Fətəli Şah Qacar və Abbas Mirzə. Abbas Mirzənin divar rəsmləri, divar rəsmləri harada qeyd alınmışdı, harada çəkilmişdi dəyərli müəllimlər? Güzgülü zalda çəkilmişdi. Güzgülü zal. Keçdik növbəti qeydimizə. Növbəti nəyə qeyd etdik biz burada? Onun yaratdığı Vecihullah Mirzə, Molla, gənc qadının portreti və gənc oğlan. Bu gəncləri yadda saxlasaq, məncə bizə kömək olar. Azərbaycan Dövlət İncəsənət Muzeyində. Gürcüstanda hansıydı? Maxtarət xanım. Bunu da qeyd kimi götürsəz çox gözəl olar. Başqa? Ən əsas məqamlardan biri. Onun əsərlərində biz daha çox nəyi görürük? Dekorativlik və real üslub, təbii ki də. Dekorativlik və real üslub. Real üslub. Necə doldurmuşam bu boyda ekrana? 5 dənə cümlə ilə. Neysə, keçid edirik növbəti səhifəmizi. Elə buradaca bitir.
İbtidai sinif dərsliyi olduğuna görə mövzular çox az verilib, daha doğrusu məlumat çox az verilib. Bu biraz bizim işimizə yarayır. Mahdiyyə xanım. Bunlar Fətəli Şaqqacar və İrəvanlı Həsən xan, gənc qadının portreti, gənc oğlan, İrəvan Sərdarı, İrəvan Sərdarı. Demək müəllimlər, biz nə dedik? İrəvan Şəhzadəsi Mahdiyyə xanım harada saxlanılır? Bu əsərlərdə gördüyünüz harada saxlanılırdı? Bu əsər saxlanılır Gürcüstanda. Bu gördüyünüz Fətəli Şaqqacarın portreti isə güzgülü zalda divar rəsmidir. Bəs gənc qadının portreti, biz bayaq dedik, gənc qadının portreti ilə gənc oğlan portreti harada saxlanılırdı? Bir düşünək. Gənclərə dedik, yadımızda saxlayaq. Gənclər Azərbaycan Dövlət İncəsənət Muzeyində saxlanılır. Aydındır. Bir daha istəyirsiniz keçid edək, nə öyrəndik biz burada? Burada dəzgah rəngkarlığı və monumental rəngkarlığının açıqlamasını veriblər. Bu bizə daha çox müsahidə zamanı lazım ola bilər. Soruşa bilərlər ki, dəzgah rəngkarlığı nədir? Monumental rəngkarlıqla monumental heykəltaraşlığın fərqi nədir? Bunları bizdən müsahibə zamanı soruşa bilərlər. Demək, Mirzə Qədim İrəvani Azərbaycanda dəzgah rəngkarlığının əsasını qoyan ilk sənətkardır. Daha doğrusu mən nota keçid edirəm. Portretçi, rəssam və nəqqaşdır. Rəqqası Dərviş Süvari əsərləri var, digər əsərləri yadda saxlayaq, unutmayaq. Fətəli Şaqqacar və Abbas Mirzənin portretləri, divar rəsmləri hardadır? Güzgülü zaldadır. Onun əsərlərində biz daha çox nəyi görürük? Dekorativlik və real üslubu görürük. İsə bu qədər müəllimlər. Ümid edirəm ki, bu video sizin üçün yararlı olmuşdur. Videonu izlədiyinizə görə təşəkkür edirəm. Hər birinizə uğurlar arzu edirəm. Sağ olun.